Bakı-Laçın reysinin ilk sərnişinlərindən biri olaraq böyük fəxarət və qürur hissi ilə sizi Laçın Beynəlxalq Hava Limanından salamlayırıq. Real TV-nin çəkiliş qrupu Azərbaycandan və Müstəqil Dövlətlər Birliyinin saysız hesabsız nümayəndə heyəti ilə birlikdə Laçına səfər edib və bu səfərin məqsədi 2025-ci il üçün Laçının MDB mədəniyyət paytaxtı seçilməsidir və qeyd edim ki, Laçın Beynəlxalq Hava Limanı mayın 28-də Müstəqillik günündə istifadəyə verildi və biz də demək olar ki, ilk sərnişinlər sırasındayıq. Sabahdan etibarən Laçının 2025-ci il üçün MDB ölkələrinin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı açılış mərasimi keçiriləcək Laçında və bununla bağlı Qırğızıstandan, Rusiyadan, Azərbaycandan, Qazaxıstandan, həmçinin Belarusdan, Tacikistandan böyük nümayəndə heyəti təşrif buyurub. Bunların sırasında təbii ki, mədəniyyət və incəsənət nümayəndələri, ictimai-siyasi xadimlər var və bir neçə gün ərzində tədbirlər proqramı həyata keçiriləcək və bunların sırasında konferanslar, konsert proqramları, həmçinin Laçının seyrangahında sərgilər təşkil olunacaqdır. Qeyd edim ki, Laçının məhz bu statusu öz üzərinə götürməsi Səmərqənd şəhərindən estafet verildi məhz Laçın şəhərinə və Laçın da bu il ərzində əminliklə demək olar ki, müvəffəqiyyətlə bu missiyanı həyata keçirəcək və bu Laçın üçün təbii ki, dünyaya onun mədəniyyətini, onun potensialını, zəngin təbiətini, eyni zamanda turistik potensialını beynəlxalq arenada tanıtmaq və dünyaya çatdırmaq üçün böyük fürsətdir və işğal altında qalan Laçın dirçəlir. Burada bərpa quruculuq işləri sürətlə davam edir və təbii ki, Laçın Beynəlxalq Hava Limanının da istifadəyə verilməsi məhz bunlar sırasındadır. Möhtəşəm hisslər yaşayırıq hamılıqla bir Azərbaycan vətəndaşı olaraq və biz də Real TV-nin çəkiliş qrupu olaraq bu bir neçə gün ərzində Laçında keçiriləcək mədəni tədbirlər haqqında sizə ətraflı məlumatları verəcəyik.